Yəni ki, bizlərlə daima olursunuz, hansı dediyin kimi rayonda, kənddə işıq olmur, işlənirsiniz, yəni futbola o vəziyyətdə baxırsınız. İnanın ki, biz bunların hamısını düşünürük, hamısını görürük. Çünki biz özümüz elə oradan çıxmışıq. Biz özümüz o lampa işığında böyümüşük. Biz o kasıbçılığı görmüşük, belə gəlmişik, hamımız görmüşük bunları. Dərs oxumağa otururuq belə, spiçka ilə bərsən görsən dərs oxuyurduq, yanırıq, bəzi misalları həll edirik. Həyatımızın ləzzəti də budur. Hər şey, hər tərəf işıqlı olsun, daima qalibiyyət olsun. Nə olur, nə maraq olacaq? Kim danışacaq, kim açılayacaq, kim tənqid edəcək. Yəni, bunlar hamısı normal. İnanın ki, mən hər şeyi normal qəbul edirəm. Və mən təsəvvür edin ki, maşında gəlirəm, son vaxtlar ümumiyyətlə, yəni bu həddinə artıq çoxalır. Görürsən, sağdan biri siqnal verir, o mənim salam necəsə, soldan biri siqnal verir, mən sizə təşəkkür edirəm, sizə orada razı verirəm belə. Yəni, mən negativ heç nə görməmişəm. Mən bu xalqım haqqında, millətində mən negativ bir şey düşünə bilərəm. Bunlar sadəcə yazılardır, hansısa bir yazı çıxır ortaya, görsən nəsə olur. Amma inanın ki, mən yenə deyirəm ki, mən həmişə xalqımla, mən həmişə sizlərlə və mən həmişə çalışacağam ki, məğlub olsaq da həvəsdən düşməməyə, çəkinməməyə, qorxmamağa və hamının üzərinə getməyə. Təşəkkür edirəm əvvəlinizdən.